Sizi aldadıblar, sizə bu qədər vasitə lazım deyil. Sizə yalnız bu pudra lazımdır. Bu pudra bir çox dəri, saç dərisi, hətta saç problemlərin həllidir. Bu enzim pudradır. Tərkibindəki papayin təbii bitki fermentlərin sayəsində dəri səthindəki ölü hüceyrələrdən yumşaq azad edir. Məsamələri, qara nöqtələri təmizləməyə yaxşı kömək edir. Dərin daha parlaq, xamar və aydın edir. Çoxları bilmədiyi 4 istifadə qaydası var. Ən birinci onu üzümə köpüyü kimi istifadə etmək olar. Pudranın üstünə su tökərək əlinizlə bu cür köpükləndirin. Üzünüzü masaj edərək suyla durulayın. Həmən sonra görəcəksiniz ki, dəriniz necə xamar, fresh və parlaq olub. Məsəmələri isə tərtəmiz. İkinci üsul maska kimi istifadə edirik. Bu dəfə tozlu bir qaba töküb çox az miqdarda suyla yaxşıca köpükləndirin. Qatı emulsiya halına gətirin. Özünüzə sürtüb 5 dəqiqədən sonra yuyun. Yanda biraz masajda edin. Maskadan sonra pigmentasiya, postaqna ləkələri və ümumiyyətlə dəri rəngi açılacaq. Dəriniz daha az yağlanacaq və məsəmələr sıxlaşacaq. İkinci üsul çoxların bilmədiyi üsuldur. Zim pudranı şampununuza qatıb baş dərinizi masaj edərək yuyun. Ondan sonra baş dəriniz daha təmiz olacaq, gec yağlanacaq, kəpək və qaşınma gedəcək. Dördüncü üsul. Əgər dərinizdə bu cür ləkələr, sızanaqlar, tük batmaları ya ördək dərisi varsa, enzim pudranı bədəninizə bədən geli ilə qarışdırıb tətbiq edə bilərsiniz. Ya da ki, adi yaş bədənə skrab kimi istifadə edə bilərsiniz. Bu skrabdan daha yumşaq təsir edir, dərini zədələmir. İstifadə etdiyim enzim pudranın linkini mütləq story'də paylaşacağam.